Hoş gördük yenidən sizləri. Bugün dərsimizə gündəlik həyatımızda icra etdiyimiz proseslərin, bəzilərin cümlə formasında hazırlamışıq və bunları gözünüzdə görürsünüz ki, yazmışıq və videoya baxdıqda onların həm tərcüməsini, həm də transkripsiyasını, yəni deyiliş qaydasını öyrənə bilərsiniz. Hər birinizə diqqətli olmağı tövsiyə edirəm. I get up at 7 o'clock. Mən saat 7-də qalxıram. I brush my teeth. Mən dişlərimi yuyuram. I take a shower. Mən yuyunuram. I get dressed. Mən paltarımı geyinirəm. I have breakfast. Mən səhər yeməyimi yeyirəm. I go to work by bus. Mən işə avtobusla gedirəm. Sözləri diqqətlə baxın ki, yəni orada nə cür formada tələffüz olunur, onların hamısını dəqiq öyrənə biləsiniz. Videoya baxdığınız üçün təşəkkürlər. Hər birinizə uğurlar arzulayıram. Kanala abunə olmağı, bəyənməyi də unutmayasınız.